Mən sizlə tamamilə razıyam. Çünki mən öz valideynlərimdə müşahidə edirəm. Və əslində coğrafiyamızın taleyi ilə bir növdə olsun belə razılaşmıram. Çünki artıq onlar ata övladı oldu, evləndirdi, nəvəsi oldu, bağça apar gətir. Yaş məhdudiyyəti də elədi ki, sən heç yerdə işləyə bilməzsən, belə deyim də. Bəs bu insan neynəsin? Bizimkilər adətən düşünür ki, yəqin ki, hər şey bitdi, artıq ölüm vaxtıdır. Həyat enerjisi də sönür də. Bəli, həyat enerjilər sönür və onlar əslində heç nə ilə adaptasiya ola bilmirlər və biz onları cəmiyyətə qaytara bilmirik. Yaralı bir mövzudur əslində. Məsələn, yaralı. Yəni bunu demək istəyirdim. Bəzi insanlar var ki, onlar istəyir valideynləri xoşbəxt olsun. Aydındır. Bəlkə də bu adamlar milyonerdir, çoxlu pulları var. Amma anası və atası onu düşünmür axı. Ona gəlib desən, əşi bizi boş ver, biz də yaşadığımızı yaşamışıq, bu sözü deyirlər. Sən özünə bax. Və bu adamlar elə bütün gün evdə oturur, parka gedir ya da münaqişələrə qarışırlar. Bekarçılıqdan problem yaradırlar. Bunu, misal, əgər övladı və ya həmin adamın özü istəyirsə ki, bu adam düzəlsin, məsələn, gətirir deyir ki, ay Murad müəllim, bu istəyirəm mənim atamın həyat eşqi artsın. Biz bu insanla, bu kişi ilə danışırıq, uzlaşırıq, onun məntiqinə, onun inanclarına uyğun davranırıq da, öz inanclarımızı aşılamırıq, bəli. O məntiqə uyğun, onda həyat eşqi artır. Bir də baxırsan deyir, artıq mən çox olub elə, danışıram, zəng vururam ki, bəs Murad müəllim, mən belə İstanbuldayam, mən Moskvadayam. Həyat eşqləri artır, artıq gəzirlər, təbiəti sevirlər, elələri var, məsələn, öyrətmişəm onlara. Çıxırlar, ayaq yalın torpaqda gəzirlər ki, kök sakramı aktivləşdirirəm. Yaşlı insanlardır, 60-70 yaşında, bəli. Həyat eşqləri artır. Əslində onların da çox ehtiyacı var. Sadəcə elə bir inanc vardı ki, onlar deyir ki, biz pensiya yaşına çatdıq, qutarda, bizi burax, biz xalastoyda gedək də, neytralda, hara gedərik. Axı övladlar da əziyyət çəkir də. Yəni mən məsəl üçün övladam, mən valideynlərim üçün nigaranam. Və bunu övladları da bu mənəvi borcu eləyə bilmirlər axı, çünki özləri də sağlam deyil təməl olaraq. Bunu maddiyyatla örtməyə çalışır. Aparır ata-anasına pul verir, hədiyyə alır, nə bilim, qızıl alır, 8 martda gül alır, o deyil. Onun birinci psixoloji, ruhi rahatlanmağa ehtiyacı var ki, o dadını çıxara bilsin də. Doğru. O hələ də nigarandır. Uşağıma nəsə olar, buradan buna belə olar, hələ də kontrolda tutur. Gərək onlar da azad olsun. Sonra etap-etap keçir.